Salam əziz şagirdlər. Bu gündən yayı daha səmərəli keçirmək üçün 4-cü sinif üçün olan riyaziyyat fənnindən bu test toplusunu eee, işləmək istəyirəm ki, sizin üçün də, yəni yay tətili səmərəli keçsin. Deməli bu kitabda çoxlu testlər var. 85 dənə, hərəsində də 10-10 olmaqla testlər var. İnşallah ki, hamısını işləyib bitirə bilərik. Bu testləri sizdən xahişim odur ki, dondura, yəni ki, dayandıra daha doğrusu işləyəsiz və işləyib cavabı tapdıqdan sonra videonun davamına baxasınız. Deməli, ilk öncə diaqnostik qiymətləndirmə var və A variantıdır bu. Bunu indi işləyək. Hər dəfə bir variant belə çəkməyə çalışacağıq. Deməli, birinci sualda deyilir ki, modellə verilmiş ədədin üzərinə 134 gəlsək cəmi neçə olar? Dediyim kimi, videonu dayandırın, özünüz hesablayın, sonra davamına baxın. Deməli, modellə verilmiş ədədimiz, baxın model buradadır, düzdürmü? Burada baxıram ki, təhlik mərtəbəsi var, onluq mərtəbəsi var və yüzlük mərtəbəsi var. Təhlik mərtəbəsində bir dənə top var, onluq mərtəbəsində də bir dənə top var, yüzlük mərtəbəsində 4 dənə top var. Deməli, bu ədədim 411-dir. 411-in üzərinə deyir 134 gəlsək. Burada gələk 411 üstə gəlinsin. Neçə idi? 134. 134. 1 ilə 4-ü toplayıram 5, 1 ilə 3-ü toplayıram 4, 4 ilə 1-i toplayıram 5. Yəni 545 oldu D variantı. Keçək ikinci suala. Deyilir ki, fermada 315 toyuq var. Bu toyuqların 189-u ağ, qalanları isə qaradır. Qalanları deyirsə, deməli ki, bu qara toyuqlarla ağ toyuqları toplayanda 315 edir. O zaman qaranı tapmaq üçün 315-dən 189-u çıxmalıyam. 5-dən 9 çıxmaq olmur. Qonşudan bir dənə aldım, oldu 15. 15-dən 9 çıxıram 6. 1 oldu 0. 1 onluğunu aldım axı. 0-dan 8 çıxmaq olmur. Yenə qonşudan alıram 3-dən. 1-dən alıram, 0-a verirəm, olur 10. 10-dan 8 çıxanda oldu 2. 3-də qaldı 2. 1 vahid aldım. 2-dən də 1 çıxanda 1. Deməli oldu 126. Yəni A variantı. Keçirəm 3-cü suala. Deyilir ki, bağdan 198 kiloqram alma, 245 kiloqram armud yığıldı. Bağdan cəmi neçə kiloqram meyvə yığıldı? Cəm bilirik ki, toplamaq deməkdir. Cəmi deyirsə ümumi yəni. 198 ilə 245-i cəmləməliyəm. 5 ilə 8 ilə 5 toplayanda 13, 1 yadda. 9 ilə 4-ü toplayanda 13, 1 də yadda 14. 14, 4 yazıram, yenə 1 yadda. 1 ilə 2, 3, 1 də yadda 4. Oldu 443. Yəni C variantı. 4-cü suala baxaq. Deyilir ki, restorana gələn 72 nəfərlik bir qrupu neçə ədəd 8 nəfərlik masada yerləşdirə bilərik? Təsəvvür edin ki, hər masada 8 nəfər otura bilir. O zaman 72-ni biz neyniyərik? 8-ə bölərik. Bu da olasıdır 9 masa. Deməli, 9 dənə masa, hərəsində də 8 nəfər otursa 72 nəfər ümumi yerləşər. 5-ci suala baxaq. Deyilir ki, tənliyi həll edin. Tənliyi həll etmək x-i tapmaq deməkdir. X-i tapan zaman toplanan cəm olduqda, deməli, naməlum toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. 162-dən çıxıram 135-i. 2-dən 5 çıxmaq olmur. Qonşudan aldım bir dənə. Oldu 12. 12-dən 5 çıxdım 7. Bu qonşu 6 idi. Bir dənəsini aldım, oldu 5. 5-dən 3 çıxıram, olur 2. Artıq 6 deyil, 5-dir. 1-dən də 1 çıxıram, 0. Deməli, oldu x-imiz neçə? 27. Təbii ki, bunu burada yerinə qoyub yoxlaya da bilərsiniz ki, görək 135-in üzərinə 27 gələndə 162 edirmi? 6-cı suala baxaq. Deyilir ki, hansı variantda düz xətlər kəsişir? Kəsişmək nə deməkdir? Yəni ki, ortaq bir nöqtəsi olur.
Məsələn, deyirəm ki, sinif yoldaşımla mən gedəndə yolumuz kəsişdi. Yəni, bir-birimizi gördük. Düzdürmü? Kəsişir və iti bucaq əmələ gətirilir. Hə, bunun davamı da var. İti bucaq. İti bucaq nədə olan şeydir? İti bucaq nə olan şeydir? İti bucaq o deməkdir ki, 0 və 0 ilə 90 dərəcə arasında olsun. Düzdürmü? 90 dərəcə özü düz bucaq idi. Kör bucaq da 90 dərəcə ilə 180 dərəcə arasındaydı. İndi baxıram. Baxın, D variantı paralel düz xətlərdir. Paralel. Yəni bunlar kəsişmir. Həmçinin C variantı da paraleldir. Bu da kəsişmir. A variantında baxın, bu özü düz bucaqdır. Görürsünüz, düz kəsişib. Bunlar bir-birləri ilə. İti bucaq isə budur. Baxın, burada iti bucaq da var. Bu hissəsində kör bucaq da var. Amma bizə iti bucaq dediyinə görə götürürük B variantını. 7-ci suala baxaq. Deyilir ki, birinci ədədi yüzlüklərə qədər, ikinci ədədi isə onluqlara qədər yuvarlaqlaşdırsaq. Birinci ədəd budur. Bunu yüzlüklərə qədər yuvarlaqlaşdırsam, yüzlüyü hansıdır? Təklik, onluq, yüzlük. Düzdür? 3. Neçə olur? 3-dən sonra 5 gəlir. 3, bir vahid artır, olur 4, digərlər oldu 0. İkinci ədədi isə onluqlara qədər yuvarlaqlaşdırırım. Bunun onluğu neçədir? Baxın, bu təklikdir, bu da onluqdur. Yuvarlaqlaşdırsam, altından xətt çəkib. 8-dən sonra 5 gəlir. 8 bir vahid artır. Olur 9. 3 dəyişmir, 5-də 0-a çevrilir. Deməli, biri 400-dür, biri 390-dır. Arada hansı müqayisə işarəsi olmalıdır? Təbii ki də 400 390-dan böyük olar. Yəni B variantı. 8-ci suala baxaq. Deyilir ki, imtahanda iştirak edən 35 şagirdin 7-də 3-ü imtahandan yüksək bal topladı. İmtahandan neçə şagird yüksək bal topladı? Deməli, 7-də 3 ədədin hissəsini necə tapırıq? Ədədi hissə göstərən ədədin məxrəcinə bölüb, düzdürmü? 7-yə bölürük, 3-ə vururuq. 35-i 7-yə bölürəm 5, 3-ə də vururam 15. Düzdürmü? Bəli. Bəs desəydi ki, imtahandan neçə şagird aşağı bal topladı? O zaman da 35-dən bu 15-i çıxardıq. Çünki yüksək toplayanlar çıxanda aşağı toplayanlar qalırıq. Onda isə cavabımız 20 olardı. 9-cu suala baxaq. Deyilir ki, hansı variantda kəsirlər kiçikdən böyüyə doğru sıralanmışdır? A variantına baxıram. Məxrəcləri eyni kəsirlərdən surəti böyük olan böyük, kiçik olan kiçikdir. Baxın, burada 6, 5, 4. 6 5-dən böyükdür, daha doğrusu 4 yox, 1. 6 5-dən böyükdür, 5 də 1-dən böyükdür. Deməli, bu kəsirlərdə 7-də 6, 7-də 5-dən böyükdür, o da 7-də 1-dən böyükdür. Deməli, bu əslində azalan sıra ilə düzülüb. Yəni ki, kiçikdən böyüyə, yox, böyükdən kiçiyə düzülüb. Azalan sıra böyükdən kiçiyə deməkdir. B variantına baxaq. Burada da həmçinin məxrəcləri eynidir. Surət də 4 3-dən böyükdür, 3 1-dən böyükdür. Eyni A variantındakı kimi. Deməli, 9-da 4 kəsri 9-da 3-dən böyükdür, 9-da 3-də 9-da 1-dən böyükdür. Bəs görəsən, bu azdan çoxa düzülüb, yoxsa çoxdan aza? Böyükdən kiçiyə düzülmək azalan sıra ilə düzülmək deməkdir. Bizə isə artan sıranı, yəni kiçikdən böyük olan sıranı soruşur. Baxıram. 5, 4, 1. Yenə 5 böyükdür 4-dən, 4 böyükdür 1-dən. Bu da eyni qaydadadır. D variantında isə, baxın, 2 kiçikdir 5-dən, 5 də kiçikdir 7-dən. Deməli, bu artan sıradır. Çünki niyə? Azdan çoxa doğru düzülüb. 2 azdır, 5 ondan biraz böyük, 7 isə ən böyük. Deməli, burada kiçikdən böyüyə düzülən olur D variantı. 10-cu suala baxaq. Hasil neçəyə bərabərdir? Bunu diqqətlə 214-ü 4-ə alt-alta vurmalıyıq. 4-ü 4-ə vururam. 16 1 yadda. 4-ü 1-ə vururam. 4 1 də yadda. 5. 4-ü 2-yə vururam. 8. 856. Yəni A variantı.
11-ci suala baxaq. Hansı müqayisə doğru deyil? A variantından başlayıram. 7-ni 4-ə vuranda eləyir 28. 5-i 6-ya vuranda eləyir 30. Bu nə işarəsidir? Kiçikdir. 28 30-dan kiçikdirmi? Bəli. Amma bizdən doğru deyili soruşur. Ona görə A-nı götürmürük. B variantını. 7-ni 9-a vururam. 63. 8-i 8-ə vururam. 64. Bu da böyükdür işarəsi. 63 64-dən böyükdürmü? Xeyr. Bu doğru deyil. Yəni B variantını götürə bilərəm. Digər variantlara da baxaq. 8-i 7-yə vurdum. 56. 9-u 6-ya vurdum. 54. 56 böyükdürmü 54-dən? Bəli. Deməli doğrudur deyə götürmədim. Doğru deyil axtarıram. 8-i 3-ə vurdum. 24. 4-ü 6-ya vurdum. 24. Bərabərdirmi? Bəli. Bu da doğrudur. Bizdən doğru olmayanı soruşur. O da oldu B variantı. 12-ci suala baxaq. Hansı əməlin nəticəsi ən böyükdür? Bunu adi hesablamalıyıq. Deməli, 653-dən 231 çıxsam, 3-dən 1 çıxıram 2, qabaq-qabağa çıxıram. 5-dən 3 çıxıram 2, 6-dan 2 çıxıram 4. B variantında 6-dan 2 4, 7-dən 3 4, 8-dən 4 4. C variantında 8-dən 4 4, 9-dan 7 2, 5-dən 1 4. D variantında 9-dan 6 3, 5-dən 1 4, 7-dən 3 4. Ən böyüyünü soruşur. Ən böyüyü də B variantı 444 olmuş olur. Burada yer olmadığına görə mən qabaq-qabağa çıxmaq metodundan istifadə elədim. Siz alt-alta da çıxsaz olar. 13-cü suala baxaq. Deyilir ki, hansı variant heç bir misalın cavabı deyil. Bunun cavablarına tapaq. Deməli, əməllər sırasına görə birinci bölməni eləyirəm. 35-i 7-yə böləndə olur 5. 5-dən 2 çıxsam, tapasıyam neçə? 3. Sonra bu misala baxıram. Vurmanı elədim birinci. 8 vur 8, 64. Əməllər sırasına görə birinci vurma olunur. Burada da vurma var. 9 vur 6 da 54. 64-dən 54-ü çıxıram, alınır 10. Üçüncü sualda. Birinci bölmə. Bölmə çünki əməllər sırasına görə toplamadan qabaq olur. 24-ü 4-ə bölürəm. 6. 16 üstə gəl. 6 da olur 22. 3, 22 və 10. 3 var, 22 var, 10 var. 7 cavabı yoxdur. Deyilir ki, hansı variant heç bir misalın cavabı deyil, oldu C variantı 7. 14-cü suala baxaq. Deyilir ki, perimetri 24 olan kvadratın sahəsi nə qədərdir? Baxın, belə bir kvadrat çəkdim. Deyir ki, bunun perimetri 24-dür. Kvadratı bilirik ki, hər tərəfi bir-birinə bərabərdir. Perimetr nə deməkdir? Bütün tərəflərin toplamı. Düzdürmü? Burada perimetr, məsələn, bura A-dırsa, bütün tərəflər A-dır. Düzdürmü? Mən hansı 4 dənə ədədi toplasam 24 eləyər? Təbii ki, 6-nı. Düzdürmü? 4 dənə 6-nı toplayanda, bu da 6-dır. Eləyir 24. Deməli, mənim tərəfim 6 imiş. Bizdən sahəsini soruşur. Kvadratın sahəsi həmin tərəfin kvadratına bərabərdir. Tərəfimiz neçədir? 6. 6-nın kvadratı da 6 vur 6, 36 deməkdir. Deməli, oldu D variantı. 15-ci suala baxaq. Deyilir ki, satıcı bir topu 3 manata alır və 5 manata satır. Satıcı 6 topun satışından nə qədər qazanc əldə edər? Baxın, qazanc nə deməkdir? Qazanc bu satıcının topu almağa verdiyi pulla topu satdığı pulun arasında qalan məbləğdir. Məsələn, bir topu 3 manata alır, 5 manata satır. Nə qədər qazandı? 2 manat. Deməli, bir topdan bu adam 2 manat qazanır. Bəs 6 topdan nə qədər qazanır? O zaman 6 vurulsun 2, yəni 12 manat qazanmış olar. Deməli, əziz 4-cü sinifin şagirdləri,
və bu videonu izləyən şagirdlər. 15-ci suala çatdıq. A variantını, diaqnostik qiymətləndirmədən A variantını bitirdik. Ümid edirəm ki, sizlər üçün faydalı bir video oldu. Əgər nə isə anlaşılmayan məqam olarsa qeyd etməyi unutmayın. Gələn dəfə inşallah ki, B variantının izahı ilə davam edəsik. Sağ olun, görüşərik.